Bugün Bakıda dəhşətli yanğın var idi. Nərmanov rayonunda tikinti materialları satılan mağazalar yandı. Sahibkarlara ciddi ziyan dəydi. Hadisə yerinə 70 yanğın söndürən 18 texnika cəlb edildi. Nurlan Rafiqoğlu hadisə yerində idi. Ətraflı təqdim edəcək. Hazırda Bakının Nərmanov rayonu Ziya Bünyadov prospektində, belə ki, burada yerləşən boya mağazasında güclü yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tədbirlər görür. Prospektdə yerləşən boya mağazasında başlayan alov qısa zaman ərzində yayılmağa başlayıb. Buna görə əlavə olaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları cəlb edilib. Yanğının ilk olaraq məhz boya mağazasının ambarında baş verdiyi bildirilir. Sadəcə oturmuşdu, qara tüstüb götürdü da bir. Hardan başladı? Arxadan, ambar var. Arxadan, ha? Yəni belə şiddətlənməmişdi yanğın. Tüstü qalxmış, çıxdıq çöldən nəsə gördük ki, başladı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Alovun geniş əraziyə yayıldığını görən sahibkarlar satışa qoyulan inşaat materiallarını yanan obyektin pəncərələrini qıraraq çölə çıxarmağa çalışıblar. Mağaza sahibi bildirir ki, hadisə zamanı tək ona 100.000 manatdan çox zərər dəyib. Olmuyor, 100'dən çoxdur, 100.000'dən çoxdur. Nə qədər zərər dəyər? Baxın. Yəni hamısı da getdi də, içəridə qalan. 100.000-dən çoxdur. Vallahi arxadan başladı yanğın. Bilmədiniz nədir? Mətbəx var idi, elektrik. Yox, bilmirəm, vallahi deyə bilmədim belə. Alov qısa zaman kəsiyində hadisənin baş verdiyi mağazaya bitişik digər obyektlərə də keçməyə başlayıb. Bəs buna görə də mağaza sahibləri mağazada olan bütün avadanlıqları çölə çıxarır və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə yanğının digər mağazalara keçməsinin qarşısı alınması istiqamətində işlər aparır. Hadisə zamanı bir nəfərə ilkin tibbi yardım göstərilib. Yaxşıdır vəziyyət? Hə, normaldır. Yəni nədəndir, diaqnoz nədir? Sadəcə narahatçılıq var, biraz həyəcan, gərginlik var, başqa bir şey yox. Yanğının baş verdiyi müddətdə prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Baş vermiş hadisə ilə əlaqədar Ziya Bünyadov prospektinin 20 yanvar istiqamətinə doğru hərəkət hissəsində demək olar hərəkət tam məhdudlaşdırılıb. Yanğın hazırda isə lokallaşdırılıb, ərazidə soyutma işləri aparılır. Yanğın söndürüldükdən sonra müəyyən olunub ki, iki mağazanın 200 kvadrat metr olan sahəsi külə dönüb. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnikası və 70 nəfər şəxsi heyəti yanğın yerinə cəlb olunmuşdur. Yanğın nəticəsində 2 ədəd tikinti məhsulları satılan mağazanın 240 kvadrat sahədə 2 ədəd mağaza və arxasında 200 kvadrat metr olan sahəsi tikinti materialları ambarı yanmışdır. Hazırda hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.